Salam əzizləyicilər, hər kəs xoş gördük. 21 yanvar 2026-cı il gəlmişəm, Sabirabad'dayam. Gördüyünüz bu 3 baş erkək danalar satışa çıxıb. Salam hacı, Allah bərəkət versin, bazar olsun. Hacı, bunlar neçə aylıqdır təxmini? Yaş yarım. Yaş yarımlıqdır, üçü də hə? Ünvan Sabirabad'dır, karısı kim istəsə əlaqə saxlasın. Sabirabad'dadır, gəlsin, baxsın. Bunların diri çəkiləri nədir təxmini? Diri çəkiləri nədir? Təxmin nə olar diri çəkiləri? Hardasa onun olar 270 əti, bunu olar 220 əti. 220 kilo təmiz budur, 270 kilo təmiz odur, təmiz əti. Bəs bu üçüncü erkək 200. Bunlar indi belə deyək, kəsmə yararlıdır, yoxsa bordur? Hamısı kəsməliydi, bunlar partlama kökdür. Partlama kökdülər. Dümdüzdür heyvanın. Hə, yəni kəsmə yararlı. Buradakına bax, o ağır çəkildi biraz. Hə, bu bozala. Maşallah, maşallah, Allah bərəkət versin. Biraz bu ağır çəkilidir. Yəni Yeməyən heyvan. arxasında. Yox, maşallah, hacının heyvanlarına söz yoxdur. Kişi baxıb da, lokumdular, lokum, maşallah olsun. Birbaşa lokumdur. Kim istəsə bizlə əlaqə saxlasın. Hacı, bunların qiyməti nə olacaq? Bunların 10 dənə, üçünün 10 dənə. Üçü 10.000 manat. Bəli. Aşağı yeri olar, yəni yol pulu zad nəzərə almaq olar. Nə bilim, yox, bu yerdə kəsələr var. Yəni aşağı yeri də var. Kim istəsə əlaqə saxlasın. Bu da kəsmə yararlıdır, ortadakı əlaqə. Üçü də kəsmə yararlıdır. Yəni kim istəsə, əsas qəssab qardaşlar yığsınlar bizi, gəlsinlər yerindəcə baxsınlar. Elə liboy bir qəssab gəlsə qardaşımız gəlib baxıb deyəcək bunların təmiz əti nə qədər olar. Allah bərəkət versin. Bazar olsun.